Naxçıvanda nəqliyyat vasitələrinin sayında hər il artım müşahidə olunur. Bu isə bir sıra yollarda sıxlığın yaranmasına və hərəkətin intensivliyində müəyyən problemlərə səbəb olur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda intensiv və təhlükəsiz hərəkətin tənzimlənməsi istiqamətində müvafiq işlərə başlanılır. Naxçıvan şəhər Heydər Əliyev prospektində avtomobillərin sərbəst hərəkətinin təmin olunması məqsədi ilə yeni qaydalar tətbiq olunur. Bu məqsədlə artıq dayanma durma ilə bağlı qadağan nişanları quraşdırılır. Qeyd-əki tətbiq olunan yeni qaydalar yolda sərbəst hərəkətin təmin olunmasına və sıxlığın aradan qaldırılmasına hesablanıb. Yol nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də dayanma və durma qaydalarının pozulmasıdır. Ona görə də bir daha sürücülərdən tələbimiz, eyni zamanda xahişimiz ondan ibarətdir ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl etsinlər. Qeyd edək ki, sözügedən nişanlar yol hərəkəti qaydalarına uyğun olaraq avtomobillərin yol kənarında dayanma və durmasını tənzimləmək üçün istifadə olunur. Heydər Əliyev prospektində tətbiq olunan yeni qaydalara uyğun olaraq sözügedən istiqamətlərdə avtomobillərin saxlanılması qadağan olunur. Sürücülər bu qaydalara riayət etmədikdə isə müvafiq qaydada cərimələr tətbiq olunacaq. Xosrov İbrahimov, Atabəy Səyyad, İlqar Bəhərrəmov, NTV Xəbər.